Bugün biz Bakıda Türkü Kollecinde Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biri olur. Xocalı faciəsi soyqırımı haqqında tanışmaq başlanmışdır. 1992-ci ilin 26 fevral gecəsi Xocalıda təkcə günahsız insanlar deyil, insanlıq özü qətlə yetirildi. Qadınlar, uşaqlar, qocalar amansızcasına öldürüldü. Azərbaycan icmasının sanlı şahidi Nazım Hüseyin. Hörmətli hakim müəllim, hörmətli qonaqlar, hörmətli müəllimlər, hörmətli tələbələr. Bugün Xocalının 34-cü il anın gününə yürüşmüşük və buna görə hakim müəllim əməliyyatlarım çox sağ olun bu tədbiri təşkil etdiyiniz üçün. Nə demək istəyirəm? Artıq 34-cü il tamam oldu. Bu 34 il tamam olmasına baxmayaraq, hələ bugün də Xocalı haqqında danışanda onun stresindən, onun həyəcanından insan özüm yaxşı hiss etmir. Mən vaxtınızı çoxalmayacağım. Elə 91-ci ilə bağlı Xocalıda gedən o proseslərdən bir neçə kəlmə nəzərinizə çatdıracağım. Qan içində buz olmuş ayaqlara nə deyim? Tanrı rəva bilməsin mən bu dərddə qocalım. Qocalım, ay qocalım. Dərman tapım. Avansız cəmiyyətdə sənə nə aman tapım? Millətə mi güvənir, torpaqdan mı güzalım? Qocalım, ay qocalım. Həyat şirin, yol çətin. Ölüm ucuz, can baha. Baş qaldırıb ağrılar, dözmür ürəklər daha. Təslim olmaq yaraşmaz bu gün ağrıya, aha. Yalvarmaq istəyirəm Peyğəmbərə, Allaha. Haqqımı qaytarmağa, ürəmir də borcalım. Qocalım, ay qocalım. Qırdılar ağac kimi, dağıttılar çöllərə, əsir, yalavac kimi. Səni qaldıranmasan, başım üstə təc kimi. Tarixin yaddaşında çətin qalxıb ucalım. Xocalım, ay Xocalım. Qoy gəlməsin ölümüm, qoy çatmasın əcəlim. Qocalım, ay qocalım, qocalım, ay qocalım. Necə haylı, haraylı, özü səssiz, səbirsiz. Bugün necə bənzəyir bir şəhid bacısına, gözündə yaşı donmuş, çöhrəsində minciriz. Bugün necə bənzəyir bir şəhid qardaşına, səadətini, xoşbəxtliyini götürərək çiyninə, yazını dəfn edib, torpaqdan libas alıb, hara gedir belə? Dur ayaqlar qalx deyir, dönür necə dolanır məzarının başına. Bugün necə bənzəyir bir şəhid babasına. Bir gözü keçmişində, bir gözü gələcəkdə qisas yer alır. Bugün necə bənzəyir bir şəhid anasına. Əli ovucu qabarlı, vətəni üçün oğul vermiş, bayraq almış vüqarlı. İtirir düşənmiş. Talamaktır yalnız. Evin koyup yetmez kişi. Kayıdın oğul. Kayıdın oğul. Dağım, daşam, girem, xıram. Her gün yoluna bakırım. Senin için çok dargınım. Hemen büyüken oğul var olsun. Oğul giden yolda uğurlar olsun.
Tanrı bu erlere yar olsun. Təbibləri mərhəm qoyun yaraya. İgid üçün igid gedər karaya. At kimindir? Kur'an'ın. Gel kimindir? Oturalım. Dilimdə gür nəğməsi, başım üstə Allahım. Mən Çingiz Mustafayevə kamera götürəndə bilmirdim ki, bu dəmir parçası bir gün insanlığın vicdanına çevriləcək. Mən Xocalıya çatanda artıq gecdi. Küçələr susmuşdu, evlər yanmışdı, torpaq isə qanla danışırdı. Gördüklərim yuxu deyildi. Ana qucağına donmuş körpələr, qadın üstündə qalmış insanlar. Sanki hələ də niyə deyə soruşurdular. Mən kamera arxasında gizlənə bilmirdim. Çünki insanlar bu qədər ağlının qarşısında gizlənə bilməz. Baxın, bu müharibə deyil, bu insanlığın qətliamıdır. Xocalı bir şəhər adı deyil artıq. Xocalı bir vicdan yarasıdır. Mən çəkirdim ki tarix susmasın. Çəkirdim ki anların fəryadı kiləşdik bata düşməsin. Hər kadrda öz rəyində parçalanırdı. Amma dayanmaq olmazdı. Bütün bu vəhşilikləri dünyaya çatdırmaq üçün bir an belə dayanmadım. Mən qorxmurdum. Qorxulu olan ölüm deyildi. Qorxulu olan bu vəhşətin unudulması idi. Mən ateşin altında, mina təhlükəsi olan ərazilərdə işləyirdim. Bir çox jurnalistlərin getməyə cəsarət etmədiyi nöqtələrə gedib, həqiqətləri gizlətmədən çəkirdim. Faktları olduğu kimi göstərərək, saxta xəbərlərin və təkliflərin qarşısını alaraq, hadisələri sübutlarla danışırdım. 1992-ci ilin iyununda yenidən cəbhəyə yollandım. Bəzi həqiqətlər var ki, onları ən doğru şəkildə yalnız onu yaşayanlardır. Bu gecəyə qayıdacaq. Bu sadəcə bir səhnə deyil. Bu yarımçıq qalan uşaqlıqdır. Susmayan anaların fəryadıdır. Gözlərində qorxu dolmuş insanlardır. Qoy bu səhnədə sözlər qalır. Yaralar qalır. 1992-ci ilin 26 Fevrayı. Bu tarix sadece bir gün değil. Bu tarih anaların laylasının feryadı çekildiği gün. Bu tarih köşelerin beşiğinin qanla örtülməsidir. Bu tarih ataların qürurunun gözləri önündə sındığı andır. Sadece rəqəmlərlə değil, anaların göz yaşı yanacaq. Bugün biz Xocalı statistikayla değil, yarımçıq qalan arzularla anacağıq. Biz bugün Xocalı təkcə anmayacaq.